Ata evə gəlib, heç bilinmir kim gəlib evə. Hər öz işindədir. Uşaq bilir ki, evə ata gəldi, dursun ayağa. Yox, 9 yaşda, 8 yaşda uşaq artıq. 7 yaşdan sonra ana bu şəraiti yaratmalı ki, atoz gəldi. Evdə hadisə baş verib. O mənada yox ki, qorxub titrəsinlər, yox. Ehtiram onları vadar eləsin, bir yerindən dursun, desin, ata salam, xoş gəlmişsən, getsin təzdən. Buna nail olmuşuq. Biz öz evimizdə nail olmamışıq. Mən etiraf edeyim. O ədəb, ərkan, o ehtiram, əgər atanın ayağına övlad durmursa, ana yəqin ataya lazımı hörməti göstərməyib uşağın yanında. Ana eşidən kimi həyat yoldaşı gəldi, işini qoyub tez qabağına qaçsa uşaqlara desə ki, atoz gəldi, qorxutmaq mənasında yox, ata gəldi evə, onlar elə olmazdı. İndi ata gəlib heç bilinmir, gəldi, getdi, uşaqlar öz işində.